Deməli, bu Azərbaycan hökumət nümayəndələri uzun illərdir bir ağ yalan danışırlar da. İşsizlik 5%. Daima da bir rəqəm deyirlər, işsizlik 5%-dir Azərbaycanda. İndi mən sizə bir müqayisə aparım. Deməli, bu Azərbaycan hökumət nümayəndələri deyirlər ki, rəsmi məlumatlarda göstərilir ki, Azərbaycanın əhalisi 10 milyon 300 mindir. Skandinaviya ölkəsi olan İsveçin də əhalisi elə Azərbaycanın əhalisi qədərdir. Azərbaycanın 10 milyon 300 min deyirlər, 10 milyon 300 mindir. İsveçin əhalisi 10 milyon 600 mindir. İsveçin ümumdaxili məhsulu 760 milyard dollardır. Azərbaycanın ümumdaxili məhsulu uzaqbaşı 78 milyard dollardır. Necə olur? O qədər yüksək inkişaf səviyyəsində olan ölkədə işsizlik 8% olur. Azərbaycan kimi inkişafdan hədsiz geri qalmış ölkədə, kasıb ölkədə, yoxsul ölkədə. Nə üçün belə deyirəm? Ona görə belə deyirəm ki, İsveçdə adam başına 70 min dollar ümumdaxili məhsuldan pay düşür. Azərbaycanda cəmi 7 min dollar düşür. Necə ola bilər ki, 760 milyard dollar ümumdaxili məhsul olan İsveçdə işsizlik 8% olsun? 78 milyard ümumdaxili məhsul olan Azərbaycanda işsizlik 5%. Nəyə görə belədir? Ona görə belədir ki, Azərbaycanda dünyada ən saxtakar, bəlkə də ən saxtakar hökumətdir Azərbaycan hökuməti.